Biz sızaraq həmin hərbi hissə vardı, düşmən hərbi hissəsi vardı. Biz həmin düşmən hərbi hissəsinin arxa tərəfinə keçdik. Orada elə bir şəkildə bir əməliyyat icra olundu ki, yəni dəqiq atəş, bir sep şəklində biz açılmalar oldu orada. Yəni badi şəklində o düşmən tuta bilmədi ki, bura yəni hücum edən neçə nəfərli bir qüvvədirmi? Yəni yuxarıdan atəş açılır, dəqiq məhv olunur. Mən 3-cü dərəcə kapitan Nurməmmədov İlqar Əlfəddinoğlu 1987-ci ildə mart ayının 27-sində Göyçay şəhərində anadan olmuşam. İlk orta təhsilimi 1993-cü ildə Ziya Binanov adına 3 saylı orta məktəbdə təhsil almışam. Və hər bir insanın deyir uğuru, yəni orta məktəbdən aldığı təhsildən başlayır və mən buna görə orta məktəbdə mənə təhsil verən və 3 nömrəli orta məktəbin bütün müəllim kollektivinə öz təşəkkürümü bildirirəm. Çünki hər bir insanın fundamenti yəni orta məktəbdən başlayır. Orta məktəbi 2002-ci ildə orta məktəbdən sənədlərimi verdim Cəmşid Naxçıvanski adına hərbi liseyə. Hərbi liseyə qəbul oldum. 2005-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinə qəbul olmuşam. 4 il həmin Dənizçilik Məktəbində təhsil almışam. 4 ildən sonra 2005-ci ildən 2009-cu ilə qədər 2009-cu ildə Dənizçilik Məktəbi bitirdikdən sonra 2009-2010-cu illərdə zabitlər kursunda təhsil almışam. 2010-cu ildə zabitlər kursunu bitirdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələr kursuna daxil olmuşam. Bu kurs 6 aylıq bir kursdur. Yəni mən deyərdim ki, bir xüsusi təyinatlı kimi bir çox ölkələrin xüsusi təyinatlı kurslarında olduğum bir şəxs kimi deyərdim ki, həm savad cəhətdən, həm istər fiziki hazırlıq cəhətdən, çətinlik cəhətdən bizim xüsusi təyinatlı qüvvələrin kursu seçilir. Çünki adi mən sizə bunu qeyd edim ki, həmin kursa 3 nəfər biz qəbul oluruq, həmin kursu isə bitirir 6 aydan sonra nəfər arası kurs bitir. Bu da yəni bitirən şəxslərin yüksək döyüş hazırlığına malik olan bir döyüşçülər olduğunu bildirir. Və mən bu kursda kurs birincisi kimi bitirmişəm. Belə deyək, 2010-cu ilin qış aylarından sonra mən təyinatım verildi mənim Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dənizçi Qüvvələrinin Ensali Hərbi hissəsinə, xüsusi təyinatlı qüvvələrə. Orada qrup komandiri, mavini, qrup komandiri, hal-hazırda isə dəstə komandiri kimi həmin hərbi hissədə xidmət edirəm. Hərbi dəniz qüvvələri, belə deyək, əvvəllər bu 2-ci Qarabağ müharibəsinə qədər məxfi olaraq saxlanılırdı. Bizim haqqında çox məlumatlar verilmirdi. Hərbi dəniz qüvvələrinin xüsusi təyinatları haqqında çox şəxslər maraqlanır. Yəni, hərbi dəniz qüvvələri kimlərdir, şəxslər kimlərdir? Belə deyək, düzdür, bəzilər bizim geyim formamıza görə bizi daxili qoşunların xüsusi təyinatları ilə, yəni Daxili İşlər Nazirliyinin çeşid polis alayı ilə də bəzən səhv salırlar. Bəzən bizlərə belə deyək, dəniz piyada da adlandırırlar. Düzdür, götürsək ən inkişaf etmiş ölkələri, Amerikanı, Rusiyanı, onların da yəni, dəniz qüvvələrinin, dəniz piyada qüvvələri də var, amma xüsusi təyinatlı qüvvələri də var. Biz məhz hərbi dəniz qüvvələrinin xüsusi təyinatlarıyıq. Yəni, qısa olaraq hərbi dəniz qüvvələrinin xüsusi təyinatları kimdir? Yəni, bunu bu 2-ci Qarabağ müharibəsindən sonra, Vətən müharibəsindən sonra Ermənistan mediasına yazdığı kimi belə deyək, ermənilərin kabusu, onlar necə ki yazırlar, qara paltarlar, qara maskalılar. Yəni, bəzən bizləri, belə deyim, dəniz pişiklərdən adlandırırlar. Yəni, hərbi dəniz qüvvələrinin xüsusi təyinatları bunlardır. İlk öncə hərbi dəniz qüvvələrinin xüsusi təyinatları deyəndə bəzən fikrinə gəlir ki, yəni, yalnız dəniz istiqamətində əməliyyatı icra edirlər. Amma bu belə deyil, təbii ki, 2-ci Qarabağ müharibəsi də onu göstərdi ki, biz həm quru əməliyyatlarını icra etmə qabiliyyətinə malirik, həm də yüksək səviyyədə döyüş tapşırıqlarını icra edirik. Bundan əlavə olaraq biz hərbi dəniz qüvvələrinin xüsusi təyinatları olaraq sualtı müdafiə əməliyyatlarını icra edirik. Bu nədir? Yəni, hər hansı bir
sahilyanı obyektlərin mühafizəsi, hər hansı bir gəminin mühafizəsi. Azərbaycan bir dəqiqə birisi neft ölkəsidir. Neft buruqlarının mühafizəsindən ibarətdir. Sualtı minaların, dənizə atılmış sualtı minaların zərərçəkdirilməsindən ibarətdir. Su üstü, yəni əməliyyatlarını icra edirik, sualtı hücum əməliyyatlarını icra edirik. Belə deyək, hər hansı bir terroristlər tərəfindən zəbt olunmuş gəminin azad olunması, hər hansı bir adaya çıxış olunması və ya sahil yanı obyektlərin mühafizə olunması. Təbii ki, bütün bu əməliyyatları icra etmək üçün yüksək döyüş qabiliyyəti malik olmalısan və bununla bağlı olaraq bizim Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatları deyərdim ki, dünyanın ən inkişaf etmiş ölkələrinin kurslarını bitirirlər. Yəni mən daxil olmaqla bütün mənim döyüş yoldaşlarım həm ölkələrdə gedib kurslar bitirirlər. Bəzən də həmin ölkələrin instruktorları, təlimatçıları gəlib bizim dövlətimizdə, bizim hərbi hissədə kurs verirlər. Yəni buna belə deyək, Amerika Birləşmiş Ştatlarının, İngiltərənin, Rumıniya, Türkiyə təhsili alıb bizim döyüşçülərimiz və ona görə də professionallıq səviyyəsində ölçsək, çox professionalcasına döyüş əməliyyatları icra edirlər. Bundan əlavə olaraq bizim xüsusi təyinatları həm də hava desant hazırlığı bizə yüksək səviyyədədir. Paraşüt atışları icra edirik. Mən özüm 2015-ci ildə mənlə bərabər demək olar ki, bütün bizim döyüşçü yoldaşlarım Türkiyənin xüsusi təyinatlarının bordo bələlərində əsgəri sərbəst paraşüt kursunu bitirmişik. Bundan əlavə olaraq biz desant paraşütdən də atışlar icra edirik. Hər il biz həmin atışları icra edirik. Yəni bununla da biz belə deyək, yüksək bir yüksəklikdən hər hansı bir düşmən arxasına sızma əməliyyatı icra edərək məxfi bir tapşırıqları da icra etmə qabiliyyətinə malikik. Bir xüsusi təyinatlı olaraq, hərbi dəniz xüsusi təyinatlı olaraq biz antiterror əməliyyatlarını icra edə bilirik, icra edirik daha doğrusu. Və Somalidə bilirsiniz, yəni quldular tərəfindən hər ildə neçələn gəmilər götürülür. Yəni biz onun həm də gəminin quldular tərəfindən azad olunmasına bağlı olaraq əməliyyata icra etmə qabiliyyətə malikik və bununla bağlı olaraq bizim hər bir döyüşçümüz Yunanistanda dəfələrlə, yəni buna bağlı olaraq kursları bitiriblər. Azərbaycan bir yanda qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin biz Hərbi Dəniz Qüvvələri təmsil edirik. Deməli, bu nədən ibarətdir? NATO ölkələri ilə bərabər dəniz sularında əməliyyatlarını icra etmə imkanı və bununla bağlı olaraq NATO ölkələri 4 dənə imtahan təşkil edir, hansı ki, hər bir imtahan 4-ü də xarici ölkələrdə, Avropa ölkələrində keçirilir və onların keçirən, yəni qəbul edən həmin imtahanlarda xarici ölkələrin silahlı qüvvələrin nümayəndələri. Biz uğurla Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatı uğurla bu 3 imtahandan keçib inşallah bu illərin 4-cü imtahandan keçəcəyik. Bunun imtahana keçmək üçün sadəcə olaraq, yəni belə deyək də, o işi bilmək lazım deyil. Həm də hər bir şəxs orada ingilis dili bilmə qabiliyyəti yüksək səviyyədə olmalıdır və şükürlər olsun ki, biz bütün bu imtahandan keçmişik və axırıncı bu illərdə imtahanı verib və NATO ölkəsinə qatılıb öz şanlı üsəyini bayrağımızı orada təmsil edəcəyik. Bundan əlavə olaraq biz xüsusi təyinatlar olaraq dağçılıq kurslarını, dağ komanda kurslarını keçirik. Gürcüstanda, Türkiyədə. Bunun nəticəsi olaraq da dünya tarixinə düşmüş Şuşanın azad olunmasında bizim qardaş xüsusi təyinatlı qüvvələrimiz göstərdilər ki, yəni dağçılıq qabiliyyətinin yüksək olması nəticəsində onlar bizim şanlı Şuşa şəhərimizə azad etdilər. Cənab Ali Başkomanda, sizin rəhbəriniz altında Şuşa şəhəri işğaldan azad edildi.
Yaşasın Cənab Ali Başkomandan. Eşq olsun Azərbaycan xalqına. Qarabağ Azərbaycandır. Yəni bütün bu kursları keçən bir şəxs, bitirən bir şəxs, yəni əlbəttə ki, döyüş qabiliyyətinin yüksək olmasına gəlib çıxarır. Yəni normalda belə bir deyim var ki, əgər bir şəxs xüsusi təyinatlı qüvvələrin kursu bitirirsə, o xüsusi təyinatlı olaraq tam deyil. Çünki bir xüsusi təyinatlı olmaq üçün ən azı bir 5 il xidmət etmək lazımdır. Bu 5 il içərisində onun belə deyək də formalaşması əmələ gəlir bu kurslardan və belə bir kursları keçərək formalaşması əmələ gəlir. Hərbi Dəniz Qüvvələrinin hərb yolu 27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin hücumu nəticəsində başladı. Bizə döyüş həyəcanı verildi. Cəld şəkildə biz hərbi hissə olaraq toplandıq və çıxış verildi bizə. İlk olaraq biz gəldik istiqamətində bir 3 gün, 4 gün biz orada olduq. Kəşfiyyat məlumatları, kəşfiyyat apardıq. Yalnız döyüş tapşırığı icra edəcəkdik ki, yeni bir əmr gəldi. İstiqamət götürdük. Biz istiqamətinə iş əməliyyatı başladıq. Təpə istiqamətindən deyərdim ki, düşmənin birinci eşalonu olduğuna görə 30 ildir bu müharibəyə hazırlaşan bir düşmən qüvvələri, əlbəttə ki, istehkam maneələri, çox güclü istehkam maneələri vardır. Bundan əlavə olaraq da, belə deyək, biz hərbi dilində bu itiraflar deyirik, yəni əldə düzəldilmiş surprizlər, yəni rastlaşkalar, tel maneələri, yəni ondan birini mən sizə vurğulayım ki, biz o istiqamətdə gedəndə bizə məlumat gəldi ki, bəs artilleriya, düşmən artilleriyası başlayacaq vurmağa, bir yüngül bir çala var idi. Biz dedik ki, orada mövqeylənərik. Təsəvvür edin ki, oraya gedib mövqeylənmək istəyəndə gördük ki, 4 dənə rastlaşka, yəni tel gəlir. Biz də təbii ki, yəni bu işin professionalı olduğumuz üçün yəni tez analiz elədik. Gördük ki, yəni 4 istiqamətdə RPG-7-nin raketi və minomyot mərmisinin, 60 mm minomyot mərmisinin minatanı quraşdırılıb, 4 istiqamətdə əgər hansı bir gəlib o həmin yerə kimsə düşsəydi, 4 istiqamətdən partlayış olacaqdı və məhv olacaqdı. Yəni belə bir maneələrlə biz çox rastlaşmışıq. Bizim əsas belə deyək, döyüş çətinliyimiz oldu. Cəbrayıl rayonunun kəndi var. O istiqamətdə düşmən güclü istehkam maneələri qurmuşdu. Yəni döyüşlər orada biraz ağır getdi. Həmin döyüşlərdə bizim qocaman bir baş mismanımız var, döyüşçümüz vardı. Allah ona rəhmət eləsin. Şəki rayonundan baş misman Mehdizadə Mərdan orada şəhid oldu. Allah onun məkanını cənnətlik eləsin. İsmaili rayonundan bizim döyüşçü yoldaşımız var, Nəcəfov Fuad. Onun atası da 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub. Qəhrəmanımızdır. Digər şəhidimiz Misman Məmmədov Vüsal özü də elə Füzuli rayonundandır. Bizə ağır silahçıdır, PKK-nikdir. Biz ona bədən quruluşuna görə, fiziki hazırlığına görə Rembo deyirdi. Hansı ki adam yəni PK ilə düşmənin bir çox qüvvəsini məhv etmişdir. Həmin istiqamətdə o dediyim kimi düşmən ağır istehkam maneələri çox olduğuna görə biz təbii ki, xüsusi təyinatlıyıq. Biz əsas işimiz sızma əməliyyatıdır. Biz yəni burada taktika istifadə edərək biz sızaraq həmin hərbi hissə vardı, düşmən hərbi hissəsi vardı. Biz həmin düşmən hərbi hissəsinin arxa tərəfinə keçdik. Orada bir yüksəklik vardı, yüksəkliyi ələ keçirdik və belə həmin vəziyyətdə biz biraz mühasirədə qalan kimi bir vəziyyət oldu. Və düşmən əlbəttə ki, o yüksəkliyi ələ keçirdiyimizə görə düşmən bununla razılaşmırdı. Və bir müddət sonra, üstündən bir 5-6 saat sonra düşmənin xüsusi təyinatlı qüvvələri onların hücuma keçdi. 16-17 nəfər belə olaraq. Yəni, nəyə görə arxayınlıq deyə bilərəm ki, xüsusi təyinatlı olan xüsusi təyinatlılardır. Çünki istər onların yaşına baxdıqda, həm də düşmənin əsgərləri AKM 7.62 mm silahlarının əsasən istifadə edirdi. Onların xüsusi təyinatları isə AK-74, 5.45 mm silahlardan istifadə edirlər. Yəni, onların istifadə etdiyi silahlar həmin o 5.45 silahları idi. Plus onların ekiprovkasına, yəni geyimlə götürsək, yəni həqiqətən də onların yəni, o xüsusi təyinatları idi. Belə deyək, təbii ki,
Yəni bəzən mənə sual verirlər ki, ermənilərin xüsusi təyinatları güclüdür, yoxsa bizim xüsusi təyinatları? Yəni nümunə olaraq elə bu döyüşü götürsək, elə bir nümunə çəksək, yəni biz 10 nəfər olaraq xüsusi təyinatlıydıq orada. 16 nəfər bunların xüsusi təyinatları, ermənilərin xüsusi təyinatları idi. Və 16 nəfərdən əgər 15 nəfərin biz məhv etmişiksə və həmin döyüşdə bizdə 2 nəfər yaralanıbsa, yəni bu özü yəni göz qabağındadır ki, yəni kimin xüsusi təyinatı, hansı qüvvənin xüsusi təyinatları daha yüksəkdir. Deməli, həmin yüksəklikdə, belə deyək, biz geniş olaraq mən sizə məlumat verim. Mövqe əlbəttə ki, yəni biz onların düşmən arxasında olduğumuza görə artilleriya zad bilirdik ki, artilleriya atəş açmağa başlayacaqlar. Bununla bağlı olaraq biz başladıq mövqelərimizi qazmağa, yəni şəxsiyyəti biz başladıq bölüşdürməyə, body şəklində. Yəni body deyəndə bizdə nədir? Body normal ingilis dilində bədən deməkdir. Yəni xüsusi təyinatlarda body deyəndə iki şəxs bir tamır. Yəni o sənin bir bədənində. O adam onun gecə vaxtı belə əgər şəxs uzaqdan yeriyirsə belə sən onun adamın kim olduğunu, sənin body olduğunu bilməlisən. Yəni adi bir qaşla, gözlə belə demədən, danışmadan o adam səni başa düşür. Yəni o da anlam gəlir ki, yəni body bir bədən, yəni 201 tamlıq təşkil edir. Yəni body şəklində biz şəxsləri bölüşdürdük, mövqeləri tutdular. Birinci olaraq artilleriya atəşi başladı. Artilleriyadan sonra bizim bir badimiz sağdan məlumat verdi ki, düşmən qüvvələri görsəndi. Demək olar ki, onlarda elə mövqedə edir ki, dərəliklər var idi. Yəni bir xeyli irəliyib bizə tərəf gələ bilmişdi, sıza bilmişdilər. Yəni orada kontakt başladı, döyüş başladı, yaxın döyüş başladı. Məsafə olaraq mən sizə deyərdim ki, yəni bəzi yerlərdə 15 metr, 50 metr arasında belə xüsusi yaxın döyüş başladı. Döyüş zamanı, yəni mənim bölümdə mənim vadim, İsmail yoldaşım, onun güllə çiynindən dəydi, kürəyindən çıxmışdı güllə yarası. Düzdür, həmin zaman ani olaraq iç tibbi yardım göstərəmədim. Qısa bir atışmadan sonra ona iç tibbi yardımı göstərdim. Tibbi yardımı göstərəndən sonra onları demək ki, qüvvəsini tam olaraq məhv etdikdən sonra AGS-30 var, hansı ki onun atımı VOG-25 demək olar ki, yağış bir şəklində yağdırmağa başladılar. Digər bir döyüş yoldaşımızdan böğründə gəldi, düz demək ki, üzünün yanını partladı, qəlpələr hamısı doldu onun üzünə. O da həmin vaxtı yaxınlaşdı. Yəni belə deyim ki, xüsusi təyinatlı qüvvələrin üstünlüyü ondan ibarətdir ki, biz həm döyüş tapşırığını icra eləmə təlimləri keçirik yüksək səviyyədə, həm də iç tibbi yardımı olaraq. Yəni nəyə görə? Çünki iç tibbi yardım döyüşdə önəm daşıyır. Adətən belə deyək, döyüşdən şəhid olanların əksəriyyəti qan itirmədən olur. Əgər iç tibbi yardım olaraq sən gözəl bir şəkildə iç tibbi yardım göstərirsənsə, qan itirmənin qabağını alırsan və təxliyə edirsənsə, adam sağ qalır. Biz də bu kursları bitirdiyimizə görə tibbi yardımı gözəl bildiyimiz üçün iç tibbi yardım göstərdim hər iki şəxsə və bu günlərim, yəni onların təxliyəsi üçün komanda verdim. Onların təxliyə olunduğu həmin şəxslər bu günlərim, yəni mənim sayəmdə, yəni həmin ailələrin yanındadılar, sağdılar. Yəni hətta belə xəstəxanalara, hospitallara gedəndə belə orada həkimlər belə belə deyək də biraz məhdudlar kimi qalırlar ki, yəni bunu hansı bir həkim mi tibbi yardım göstərib, göndərib mi, yoxsa adi bir hərbi qulluqçu mu? Yəni bizim hər bir şəxs belə normalda bizim bir xüsusi təyinatlı, hətta yəni böğründəki badisi çatmasa belə özü özünə iç tibbi yardımı göstərmə qabiliyyətinə malikdir. Bizdə ağrı kəsicilər var. Döyüşdə dəfələrlə olub ki, bizdə yəni yaralanan adam özü tibbi yardım göstərib, iynəni özünə vurub və döyüşü davam etdirib. Yəni bu da xüsusi təyyinatlının bir üstünlüyüdür. Yəni həmin o hücum olduqdan sonra o AGS atışı başlandı. Bir müddət sonra keçəndən sonra təbii ki biz yoxlama etapı keçirdik. Yəni biz bir yerdə durmuruq, irəliləmə olurdu. Yəni biz əmin olmalıydıq ki, yəni onların məhv etmişik və bir-bir onları belə deyək də yoxlama prosesi başladı. Təbii ki biz ehtiyatı əldən vermir, uzaqdan atəş açaraq, yoxlama atışı açaraq yaxınlaşıb biz yoxlama keçirdik. İnandırım ki sizə xüsusi təyinatlı deyəndə ilk öncə məsələn normalda insanda nə formalaşır fikirdə. Yəni bu xüsusi təyinatlı fiziki hazırlığı yaxşıdır.
xüsusiyyətli digər hərbi qulluqçulardan üstünlüyü ondan ibarətdir ki, qısa bir zamanda tez qərar vermə qabiliyyətinə malik olmalıdır. Yəni, üçüncü də xüsusiyyətli deyəndə ən gözəl, dəqiq, səlis atəş açmaqdır. Təsəvvür edin ki, onlardan bir nəfəri qaça bildi. Yəni, 15-i məhv edin. 15-indən 12-sinin, yəni onların hamısı güllə yarası almışdır. İnanırım ki, sizə, yəni mənim üçün şəxsən mənə ləzzət edirdi, baxırdım. Yəni hər birini, yəni bizim uşaqların, bizim döyüşçülərinin, yəni döyüş qabiliyyətinin yüksək olması buna gətirib çıxardı ki, səlis atəş, yəni adam düşmənlə üz-üzə gəlir, yəni təntimir. Səlis şəkildə atəşini açır, dəqiq atəşini açır, düşməni məhv edir. Və düşmən əlbəttə ki, düşmən normalda belə götürək, hazırlıqda 16 nəfərlik bir qüvvə göndərib bir yüksəkliyə və qısa bir müddətdən sonra xəbər alır ki, yəni bu qüvvələr məhv olunub və buna görə bu həmən dediyim o hərbi hissə ondan sonra geri çəkilmə elədi. Biz başladıq, istiqamət götürdük kəndi istiqamətinə. Kəntindən sonra biz Araz qırağı boyunca başladıq, getdik Xudafərin körpüsünə tərəf. Xudafərin körpüsünü azad etdikdən sonra bizə döyüş tapşırığı gəldi Quballı istiqamətinə. Deməli, Quballı istiqamətinə gedən zaman bizim, onu da vurulamaq istəyirəm ki, onların Su-25'ləri, bombardmançı Su-25 qırıcı təyyarələri də dəfələrlə bizə bombardman etmişdi. Bir dəfə bir hadisəni danışım, mənim bir zabit yoldaşımdan bizə Quballı istiqamətə getməmişdən əvvəl dedilər ki, bizə bir xəritə, növbəti etapın bir xəritəsini gətirəcəklər. Bir yerə yol kəsməsinə kənd tərəfdə, daha doğrusu qabaqda bir yol kəsməsinə gəldik. Bizim dost qüvvələrlə onlardan xəritələri aldıq. Təsəvvür edin ki, ayrılıb gedəndən sonra üstündən heç 2 dəqiqə keçmədi ki, onların Su-25'ləri gəldi, bombardman elədi. Hansı ki, bu günlərim, yəni o 2 dəqiqə gec bir zamanda ayrılsaydıq orada, yəni mən daxil olmağın digər mənim döyüşçü zabit yoldaşım şəhid olardıq. Yəni belə, yəni onların qüvvələri olaraq, yəni istər aviasiyası, istər belə artilleriyası çox belə deyək də aktiv şəkildə iştirak edirdilər. Yəni amma bunu bizim irəliləməmizə heç bir maneçilik törədə bilmirdir. Quballı istiqamətində biz xüsusiyyətli olaraq, yəni əsas, yəni həmin o ərazinin relyefi biz incələdik. Yəni orada tədris keçirdik, yəni xüsusi bir marşrut təyin elədik, sızma əməliyyatını icra edəcəkdik. Bildiyimiz kimi biz xüsusiyyətli olaraq adətən belə deyək, üstünlük veririk döyüş zamanı, döyüş sursatının daşınmasına, yəni hər bir xüsusiyyətlinin belə deyək, gördüyünüz kaska bronjetlə bərabər bəlkə bir 30-40 kilo yaxın çəki var onda. Yəni orada hamısı da sursatların çoxluğundan. Çünki bir xüsusiyyətli bilmək olmur, sabahlarını döyüşə girdi. Döyüşlə nə qədər zaman çəkəcək, ona həmin sursatı gətirib çatdıra biləcəklər, bilə bilməyəcəklər. Onca maksimum dərəcə ekonom şəkildə istifadə edir. Yəni, belə deyək, xüsusiyyətlər haqqında bir Türkiyənin o vaxtı PKK ilə döyüşü zamanı da onların mağarasında belə bir yazı vardı. Yəni, vurğulamalıyam. Çünki realda bu döyüş zamanı mən 8 min, 10 min patron atmışamsa, inandırım ki, bəlkə də ondan bir 20'sini avtomatik şəkildə bir atmışam. Yəni, normalda hədəfi biz görürük, gördükdə məhv edir. Boşuna yəni, biz patron istifadə etmirik. Yəni, həmin mağarada yazmışdı, əgər görürsən ki, avtomatik bir şəkildə atəş açılırsa sənə, bil ki, əskərdir, qorxma, irələ üstünə. Əgər gördünsə ki, sənə qısa qatarlarla aram-aram bir zaman kəsiyində atəş açılırsa, yəni bu olan komandası, yəni kəşfiyyatçılardır. Ehtiyatı saxla, amma ehtiyatlı şəkildə bir atəş aç. Amma gördün ki, deyir, sən atəş açırsan, atəş açmır və sənin başını qaldırda bir atəşlə sənin bölündəkini məhv edirsə, deməli, bunlar xüsusiyyətlilərdir, qaç canını qurtar. Yəni, o deyim, görürsünüz, yəni onların da belə deyək də, terroristlər tərəfindən yazılmış bir şey, həqiqətən xüsusiyyətli, yəni səlis şəkildə hədəfi görərək yəni, bir atəş açır. Quballı istiqamətdə gedən zaman bizim, belə deyək də, relyefin ağırlığını nəzərə alaraq, çünki həm dağlı, dərəli relyefi nəzərə alsaq,
həm də həmin o istiqamətlərdə əkin sahələri vardı. Yəni həmin o şumlanmışdı deyə çox bir həqiqətən bizə bir çətinliklər törədirdi. Yerimək həmin şumluqlarda çox çətin idi. Bir də ki, bu düşmənlər siz 30 ildir həmin buradadılar. Onlar hər bir yüksəklikdə belə deyək, bir dəmir vuşqalar qoymuşlar. Hamısında kameralarla bütün ərazini müşahidə edirdilər. Biz demək olar ki, 2 günlük yol qət etdik. Deməli, Quballıya gəlib çatana yaxın müəyyən bir etapda, yəni ki, bizi həmin şeylə aşkar etdilər. Minomyotla mərməni atəşə açmağa başladılar. Yəni bir çox, yəni belə deyək də, minomyot zərbələrindən biz yayına bilirdik. O da niyə? Yəni biz hərəkət etdikdə, yəni dayanmırıq. Çünki yəni biz bilirik ki, mən də xüsusiyyətli olaraq bilirəm ki, hər hansı bir aşkar olunduysa, hər hansı bir obyekt, yəni məlumat ötürülür, oradan navodka verir, atılana qədər, yəni o yerdə durmaq olmaz. Yəni şükür olsun ki, biz yəni heç bir problem, heç bir maneə törədilmədən biz Quballıya tərəf istiqamət aldıq. Quballıya gedəndə çatana yaxın biz onların bir demək olar ki, bir postu ilə üz-üzə gəldik. Ani bir, yəni onlar da bir səsli şəkildə idi, 3-4 nəfər idilər, durmuşlar. Təsəvvür bizdə qabaqda dazor getdi, yəni uşaqların söhbətindən tutdum. Çıxan kimi bunlar üzbəüz, bunlar da gördülər, ermənilər də bizim döyüşçülərimizi gördülər. Təsəvvür edin ki, oradan Hayes deyə qışqırdılar. Uşaqlar da bölümdəki döyüş yoldaşımız deyir ki, bir də snayperdir. Deyir ki, bu ona deyir ki, bunlar qabaqda, əlbəttə ki, bizdən qabaqda ancaq düşmən ola bilər, başqa heç kəs yoxdur. Biz bildik ki, yəni ermənilərdə həm danışığından. Bu deyir ki, niyə eləyək? Yəni mən onu sizə vururken, görün psixoloji durum olaraq, gör bu adam nə qədər sərbəstdir ki, yəni düşməni gördü, ermənini görüb qabağında. Bunun üstündə sadəcə olaraq belə söhbət elə gedir. Yəni söhbət bölünəşdə deyir ki, yəni biz nətər eləyək? Bu deyir ki, hələ ki biraz yaxınlaşaq, görək neyiniz? Yəni bu şəkildə söhbət elə. Belə ki, bölünəşin biz döyüşçü yoldaşımız dedi ki, hayest belə cavab verdi. Təsəvvür bir-birindən belə də hazırsan deyib komanda aldıqdan sonra, yəni onların həmin o düşməni ani bir atəş nəticəsində məhv etdiyi həmin o postuda, yəni o Quballının yuxarısına ki, yəni belə bir situasiya bir yaranmışdı. Yəni görün necə sərbəst şəkildə, yəni bizim maşallah döyüşçü yoldaşlarımız, yəni döyüşə girirlər heç bir, yəni qorxu. İnandırım ki, elə bir ruh yüksəkliyi ilə gedirdik. Yəni deyim ki, yəni bax səmimi sizə deyəcəm ki, yəni deyim ki, birdən döyüşə gedirəm, birdən şəhid olaram, yəni nəsə olar deyə bir qram da olsun bizə qorxu yox idi. Yəni həqiqətən həm bizim döyüş qabiliyyətimizin yüksək olması nəticəsidir bu, həm də ki, qurban olduğum elə bir ki, bizə bir belə deyək də ruh yüksəkliyi verirdi. Belə deyək, biz getdik həmin zaman, 2 qrupa orada ayrıldıq, Quballıya gəlib çatana yaxın müşahidə apardıq, əlbəttə bir xüsusiyyətli olaraq bir obyektə girməmişdən öncə biz obyektin müşahidəsini aparırıq. Müşahidə apardıq, düşmənin mövqelərini aşkar elədik. Mövqeləri aşkar etdikdən sonra artilleriya yönləndirməsi elədik. Yəni bizdə də artilleriya yönləndirmə qeyd etdiyim kimi çox yüksək səviyyədədir. Yəni adi artilleriyanın yönləndirmədə təsəvvür edin ki, maksimum 50 metr sapma, artilleriya 50 metr, 100 metr sapma verməsi, yəni dəqiq bir nöqtəyə vurmaq kimi bir şeydir. Yəni o qədər artilleriya yönləndirmə elədik ki, yəni düşmən yəni başını belə orada qaldıra bilmədi. Elə bir onlarda təsəvvür yaranır ki, yəqin ki, hansısa bir dron, yəni bayraqlar gəlib dəqiq atəş açır. Snayperlərimizi mən xüsusilə qeyd etmək istəyirəm. Bizim hərbi dəniz qüvvələrinin snayperləri belə deyək, müxtəlif ölkələrdə, xarici ölkələrdə kurslar keçmişlər, xarici ölkələrdə yarışlara qatılmışlar. Həm individual şəkildə yerlər tutmuşlar, həm komanda şəklində yüksək yerlər tutmuşlar və düşməni uzaqdan səri şəkildə məhv etmə qabiliyyətinə malikdir. Mən sizə deyim ki, bu müharibə ərəfəsində hər bir bizim snayperin, hələ mən Quballıya qədər, yəni deyim sizə, Quballıya qədər ən azı bir 50-dən yuxarı olanın sayında erməni leşi var idi. Yəni bizdə snayperlərin belə bir şey var ki, onlar
bir-birindən yaxşı mənada intriq aparırlar. Biri gəlirdi 52 daha məndə. O birisi deyir ki, yox, mən bunu keçməliyəm. O da həm mənə, həm bizim döyüş yoldaşlarımıza çox belə xoş olurdu. Nə qədər onlardan biz leş sərirdiksə, o qədər də biz hər bir şəhidimizin, hər bir qazimizin, yaralımızın qisası alınırdı. Deməli, artilleriya yönləndirmə oldu, bizim snayperlərimiz gözəl şəkildə işləməyə başladı və taktiki olaraq bizim bir qrup yuxarıdan, dağdan üz aşağı istiqamət başladı. Bir qrupumuz isə çay qırağı ilə istiqamət aldı. Orada elə bir şəkildə bir əməliyyat icra olundu ki, yəni dəqiq atəş, bir sep şəklində biz açılmalar oldu orada. Yəni badi şəklində o düşmən tuta bilmədi ki, bura hücum edən neçə nəfərli bir qüvvədirmi? Yəni yuxarıdan atəş açılır, dəqiq məhv olunur, artilleriya bir tərəfdən vurulur. Yəni dəniz, daha doğrusu çay istiqamətindən gəlmə var. Yəni o tuta bilmədi. Yəni düşmən tam şəkildə o da məhv olundu. Yenə də həmişə olduğu kimi mövqelərini tərk etdilər, qaçdılar. Çünki əlbəttə ki, Azərbaycan Respublikası silahlı qüvvələrin qarşısında onların edə biləcəyi şey ancaq qaçıb canlarını qurtarmadır. Və beləliklə 19.03 radələr olardı ki, mən fəxrlə bunu qeyd etmək istəyirəm ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatları bizim şanlı üstəncə bayrağımızı Qubadlıda dalğalandırdı. Bunu sosial şəbəkələrdə görə bilərsiniz, bizim Cənab Ali Başkomandana məruzəsi oldu. Möhtərəm Prezident, Cənab Ali Başkomandan, sizin əmrinizə əsasən Qubadlı şəhəri işğaldan azad olunmuşdur. Hal-hazırda Qubadlı şəhərində Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır. Yaşasın Azərbaycan, yaşasın Ali Başkomandan, yaşasın Qubadlı şəhəri. Qubadlı Azərbaycandır! Qubadlını biz azad etdikdən sonra təhvil verdik bizim dost qüvvələrimizə. Bundan sonra biz istiqamət götürdük Füzuli rayonunun şimal tərəfinə, kəndlər istiqamətinə. Deməli, döyüşlər həmin istiqamətdə çox ağır şəkildə keçdi. Çünki həmin o istiqamətdə düşmənin Qızılqaya deyə bir yüksəkliyi var. Hansı ki, o yüksəklik düşmənin 2-ci alayının taktiki komanda idarə etmə mərkəzidir. Təbii ki, əlbəttə alayın bir komanda idarə etmə mərkəzi yüksək səviyyədə qorunacaq. Çünki biz onu aldıqdan sonra təsəvvür ki, içəridə onun bunkerləri, yataqxanaları, arxada artilleriyaları, onun postları dəmir beton konstruksiyadan betondan vardı və onların Qondarma Qarabağ Respublikası Müdafiə Nazirliyi də qeyd etmişdi ki, Azərbaycan Respublikasının silahlı qüvvələri hər hansı bir kəndi və ya ki, şəhəri azad edə bilər. Amma bu yüksəkliyi heç vaxt keçə bilməyəcək, bu yüksəkliyi heç bir ala bilməyəcək. Belə deyək, döyüş tapşırığı gəldi, istiqamət aldıq Qızılqaya istiqamətinə. Onu qeyd etmək istəyirdim ki, o yüksəklik çox, belə deyək də, Rusiyada podium olaraq çox yüksək idi və nə də problem var idi bizdə. Təsəvvür ki, belə bir yüksəkliyi, biz durduğumuz yüksəklik idi, düşürdüm bir dərə idi. Dərədən oradan bir su axı, çay kimi bir şey vardı və qamışlıq idi. Yəni biz oradan da onların atəşi tuturdu həmən, yəni atəş mövqeyi olaraq oranı tuturdu. Yəni biz cəld şəkildə həmin bir mövqeyi keçməliydik. Yəni burada bizim snayperçilərimizin böyük rol oldu. Yəni arxadan bizim snayperlər mövqeyləndi, atəş açaraq bizi belə də atəş dəstəyi kimi təmin edərək biz orada sızdıq, tez şəkildə o qamışlığı keçdik. Gəldi, belə deyək də, atəş sektorundan onların çıxdıq, belə olaraq, belə deyim. Sonra gəldik, başladıq biz oradan yoxuşa qalxmaya. Yoxuş çox, dediyim kimi, sərt yoxuş olduğuna görə qalxmağa da çətin idi. Həm də ki, düşmək əgər səndən yuxarıdadırsa, yəni onun üçün əlbəttə ki, atış atmaq, yəni istər qumbaranı atılması çox rahat şəkildədir. İnandım ki, orada qumbara o qədər say olaraq atır, elə bir ki, daş əvəz atırdı. Yəni, əməliyyat 3 saat, 4 saat davam edər ki, bəs yüzlərlə orada qumbara partlayışı oldu.
Həmin vaxtı biz çıxdığımız zaman onlarda dediyim kimi, yəni dəmir beton konstruksiyanı təsəvvür ki, bu adam normalda bir dənə PK-nı lüləsini çıxardır belə bir deşikdən atırsan, indi oradan rahat olaraq atır. Sən təsəvvür ki, onu vurmaq üçün həmin bir deşiyin içərisindən onu vurub məhv etməlisən. Bir PK postu var idi orada. Yəni o belə deyək, bizim müəyyən bir etap irəlilənməyimizə imkan vermirdi. Bizdə Naxçıvan şəhərindən bir qəhrəman baş şəhidlərimiz var, Zeynalov Elnur. Təsəvvür edin ki, o adam belə deyək, özünü tam olaraq sipər edərək, yəni tam hücum edib, həmin o PK postunu məhv etdi. Həmin zaman şəhid oldu. Hansı ki, onu atışma gedirdi orada, biz irəliyə bilmirdik. Yəni Elnur onsuz da onu anladı ki, yəni burada hardansa bir nətərsə biz getməliyik. Elnur sağ olsun mövqe olaraq atı getdi. Yəni real kinolarda düzdür bunu danışsam deyər ki, mən bəlkə kimsə deyə bilər ki, mən bunu kinoda görmüşəm belə bir şeyi. Elnur yəni yaxınlaşıb atəş açaraq, yəni qumbara atdı həmin o PK postunun içərisinə. Oradakı düşmən qüvvələri məhv olundu. Elnur qardaşımız şəhid oldu. Yəni Elnurun və Elnur kimi belə qardaşlarımızın belə şücaəti nəticəsində biz hər addım irəliləyərək torpaqlarımızı əlbəttə ki, azad etmişik. Biz irələdikcə bizim sağımızda da, yəni belə deyək, bir yüksəklik var idi. Bizim Ələsgəri Zaur var, bizə RPK-şnik idi, qəhrəman Misman yoldaşımız. Onu ilə bizim digər bir snayper yoldaşımız komanda verdilər ki, sağdan düşmən qüvvələri həmin yüksəkliyə doğru irəliləməyə başlayıblar. Yüksəkliklərdən başladılar bizi atəş açmağa. Təsəvvür ki, bir nəfər snayperlə bir 20-30 nəfərə yaxın olardı. Ələsgəri Zaur, yəni onlar ikisi həmin o istiqaməti tutdular. Həmin o tam olaraq onları susturdular, məhv etdilər. Ələsgəri Zaur qəhrəmancasına şəhid oldu bu döyüşdə. Və hər bir döyüş olduqca, şəhid verdikcə biz daha da qisas hissimiz güclənirdi və biz irələməyə başladıq. Təsəvvür edin ki, bu zamanda bizim bir zabit yoldaşımız güllə yarası aldı. Yəni güllə olaraq qabaqdan, qarın nahiyəsindən, boşluğundan girdi, arxadan çıxdı. Yəni orada sizə sadəcə olaraq anlatmağa çalışıram ki, o canlandıram sizə oradakı döyüşün getmə situasiyasını. Təbii ki, mən bu zabit yoldaşıma ilk tibbi yardım göstərmək istədiyim zaman inanın ki, o qədər yanımıza, sağımıza, ayağının altına güllə yarası. Bu adamı təsəvvür mən 3 dəfə mövqe dəyişdim tibbi yardım göstərilməsi üçün, sarğı qoyması üçün. Yəni burada sarğı qoyuram. Yəni güllə yağır, yəni indi dəyəcək, yəni hər hansı bir nahiyəmizə bu dəqiqə dəyəcək deyə 3 mövqe olaraq dəyişdim. Təsəvvür ki, axırıncı mövqedə yəni buna həm atışırıq, həm düşmənlə bizim kontakt olaraq orada yəni deyim 20 metr, 15 metr, yəni 40 metr belə bir yaxın kontakt gedir, döyüş gedir. Həmin bu tibbi yardım göstərən zaman bizim zabit yoldaşıma gördüm ki, soldan bir dənə onların hərbi maşını gəldi. Təsəvvür edin, hərbi maşınlarda normalda ən azı bir 30 nəfərə yaxın şəxsiyyət töküldü. Yəni təsəvvür edin, biz orada düşdük, dairəvi bir aypara şəklində mühasirəyə düşdük. Təbii ki, biz xüsusi təyinatdayıq. Orada sonuncu döyüşçəyə qədər biz orada döyüşəcəydik. Yəni oradan çıxma fikrimiz də yox idi. Yəni bizə fərq eləmirdi hansı nə qədər qüvvə gəldi. Təsəvvür, burada mən o gördükdən sonraki bir 30 nəfər qüvvə gəldi. Qabaqdan digər bir Misman yoldaşımız da komanda verdi ki, qabaqdan bir 80 nəfərə yaxın qüvvə hücuma keçir. Təsəvvür ki, orada, yəni biz də 24 nəfər. Təsəvvür orada, yəni belə deyək də, qüvvələrin say olaraq. Təbii ki, bu bizim İslam tarixindən də belə bəllidir ki, bizim elə bir döyüşlər olub ki, az bir say, çox bir saya qalib gəlib. Normalda mən sizə bir şey qeyd edeyim, yəni bir nüansı yarımçı qoyub deyərinə keçirəm. Normalda əgər sən hücum edən qüvvəsənsə, yəni hərb taktikasında belə bir şey var. 1-ə 3 prinsipi var. Yəni düşmən bir tağımdırsa, yəni məsələn deyəm, atıram 30 nəfərdirsə,
sən onun üzərinə 90 nəfərini hücum eləməlisən. Yəni elə bir şey. Təsəvvür ki, düşməndə burada amma əksinə idi. Düşmən bizdən bir 5 dəfə çox idi, biz amma sayılıq az idi. Amma mən sizə onu da vurğulayım ki, həmən yüksəklikdə düşmənin xüsusiyyətləri işləyirdi. Mən bunu niyə deyə bilərəm? Çünki normalda xüsusiyyətli taktikasında belə bir şey var. Ağır silahçıları, snayperləri, PK-ları adətən yerləşdirirlər arxada, arxa dəstəyi də, atəş dəstəyi də, yəni hücum yarım qrupu olaraq işləyir qabaqda. Yenə də istəyir mənim bölümdə yaranan zabit yoldaşımın da yarasından gördüm ki, 5.45 gülləsinin yarası idi və işləyən o qruplarının, o irələnməni də biz görürdük ki, onların irələnməsində yəni əsgər deyildi. Yəni ekiprovkasından, hər bir şeyindən, yəni bu taktikanın istifadə edilməsindən onların xüsusiyyətləri. Təsəvvür ki, yəni bu sayda onların xüsusi təyinatları ilə, yəni mən rahat sağ tərəfdə o dediyim da sayı nəzərə alsaq, soldan gələn qabaqda mərcə bir 100-150-dən yuxarı yəni qüvvə ilə rastlaşmışıq. Yəni tam olmasa da ən azı bir çox sayda onların içərisində xüsusiyyətlər vardı. Yəni həmin bu döyüşlər ərəfəsində mən bizim zabit yoldaşımıza tibbi yardım göstərən zaman yalnız ki, yəni o göz şahidi oldum həmin hadisənin. Tibbi yardım göstərə təbii ki, başım ora qarışa bilməz. Yəni daimən müşahidə aparıram. Müşahidə aparanda gördüm bölümdəki yanımda bizim digər döyüşçü yoldaşımız Rəcəbov Ruslan, Misman Rəcəbov Ruslan, iki badi olaraq digər Ruslanın badi yoldaşı Ruslana dedi ki, Ruslan məni dəstəklə, bəs mövqeyə dəyişirəm. Ruslan qalxdı, atəş açmağa başladı. Yəni məndən onlar bir 40 metr, 50 metr aralıda. Atanda Ruslanın böyründən qumbara düşdü. Mən o qumbaranı gördüm. Həmən o qumbaranın düşməyini, partlayışı, inanırsınız ki, real o bəzən kinolarda o zamedlini kadrla göstərirlər. Hələ də yəni o partlayış gözünün qabağındadır. Ruslanın böyründən qumbara düşdü. Ruslan gördü, baxdı, atışını davam elətdirdi. Niyə? Çünki onun bölündəki, onun döyüşçü yoldaşı deyir ki, Ruslan məni qoru. Yəni ona güvənib, ona arxalanıb bu adam mövqe dəyişir. Ruslanın yəni döyüş qabiliyyətinin öz belə də insanlıq mı deyim, o döyüş ruhunun yüksək olmasından mı deyim ki, yəni o adam ona baxmayaraq bildi ki, o qumbara patlasa da buna nəsə olacaq, zədə yetirəcək şəhid ola bilər. Amma o ateşi dayandırmadı. Davam elətdirdi atəşi, qumbara partladı. Düzdür, həmin vaxt Ruslan zədə aldı. Ruslana qışqırdım həmin vaxtı ki, Ruslan yaxşısanmı? Düzdür, cavab verdi Ruslan ki, hə, yaxşıyam, yəni normaldır. Ruslan həmin vaxtı özü tibbi yardım olaraq iynə özünə iynəni vurdu. Yəni təxliyə olaraq yəni razı olmadı. Dedi ki, yəni davam etdirə bilərəm. Amma sonraki etaplarda mən görmədim Ruslanı sonradan güllə yarası da aldı döyüşü davam etdirəndən sonra. Biz təxliyə edən zaman hərbi sanitarikada Ruslan dünyasını dəyişdi. Yəni mən hər bir, yəni istər fərq edilməz, istər əskərindən tutmuş, yəni generalımıza qədər hər birinə təbii ki, fəxr edirəm. Şəhidlərimizin, yəni bizim hərbi dəniz qüvvələrinin, xüsusiyyətlərin, döyüşçülərinin, yəni şəhidlərimizlə həqiqətən fəxr edirəm. Yəni elə bir qəhrəmanlıq göstəriblər ki, hansı ki bunlar indi danışılır. Bunlar mən inanıram ki, üstündən illər keçəcək. Yəni bunlar yenə danışılacaq, gələcək nəsillərə bir nümunə kimi anlatılacaq bizim gənc nəsilə. Ruslan qumbara partlayışından sonra yəni atəş davam edirdi, döyüş davam edirdi. Bizdə uşaqlar yanından, döyüşçü yoldaşlarım yanından qışqırdı ki, məlumat verdilər ki, bəs Fəruxu vuruldu. Fəruq bizdə əslən Quballı şəhərindən olan Sumqayıtda yaşayan bizim cəngavər kapitan leytenantımız, zabitimizdir. Vurulanda Fəruxa baxdım, Fəruq mövqeyin dəyişən vaxtı açıq bir mövqedə onu vurdular. Onların dediyim kimi snayperləri yüksək səviyyədə yuxarıda idilər. Yəni rahat belə qalxmaq bizə çətin. Onlar bizi daha rahat gördən mövqelənmişlər deyə biz baxmayın. İndi normalda gəlirsənsə sən mövqe olaraq, ani olaraq həmin vaxtı mövqe seçirsən.
Yəni orada Fəruxa yaxınlaşmaq belə deyək də, ayaqüstə orada yəni heç cür yaxınlaşa bilməz at. Yəni daim mən orada başladım, sürünə gəldim, Fəruxa yaxınlaşdım. Həmin vaxtı Fəruxun qan gəlirdi. Amma mən tam orada baxa bilmədim ki, çünki belə iç tibbi yardım göstərilməsi üçün mən bilirəm təbii ki, ilk olaraq iç tibbi yardım göstərmə, amma iç tibbi yardım göstərilməsi üçün birinci növbədə onu tərkəz mövqeyə biz çıxarmalıyıq ki, iç tibbi yardım göstərin. Fərux amma danışa bilirdi, asta bir temlə danışa bilirdi. Gəldim, yaxınlaşdım Fəruxa, dedim Fərux, yaxşısanmı? Dedi, yaxşıyam, biraz nəfəs ala bilmirəm. Dedim, bəs kömək elə mənə, bəs sürüyüm səni çıxardım da. Bizim mövqedən ki, bir 30 metr olar idi ki, içəridə, yəni belə deyək də, açıqlıqda vurulmuşdu. Fərux dedi ki, yox, ayaqlarımı hiss eləmirəm də, bədənim çox, gücüm yoxdur. Rəhmətli, belə deyək də, mən sürüyən zaman çevirdim belimi, beli üstə, bunu belə tutub sürüyən zaman biraz əli ilə hiss edirəm ki, yüngül, yəni məndən tuta bilirdi. Yəni sürüdükdə, çünki o hər an düşmən çıxa bilər deyə silahımı yanıma qoyurdum, Fəruxu belə sürüyə gətirirdim. Gəldim o ki, mövqeyə çatmağına bir az qalmış, düşmən belə deyək də, göründü. Düşmən görülən zaman atəş açdım. Bu vaxtı 2 dənə güllə mənim silahıma dəydi. Tam 1P76 cihazımız var. Yəni 1P76-ın düz yanından 3 dənəsi məni tutdu döyüş jiletimə, 3 dənə güllə tutdu. Bir güllə tutdu isə mənim qolumdan, sol qolumdan, yəni bu nahiyədən dəydi, arxa tərəfdən güllə çıxdı. Belə deyək, Fəruxa az məsafə qalmışdı. Fəruxu çıxardan, Fəruxa dedim ki, biraz kömək elə, çıxarda bilmirəm. Fərux dedi, problem yoxdur, yəni sən çıx, başqa bir adamı göndərsin. Fəruxa elə dedim, yəni çıxıram, yəni onsuz da daşıya bilmirəm, çünki ağrı idi, baxma, adam da hərəkətsiz idiyənə və qısa bir məsafə idi, yəni yumarlanaraq həmin atəş mövqeyi tərk elədim. Digər sonradan yoldaşlarımız Fəruxu dartdılar, çıxartdılar. Həmin yaralanan zaman belə deyək, digər zabit yoldaşımız yaxınlaşdı. Sağ olsun, kömək elədi, məni turniket qoluma qoydular və iynə vurmaq istədilər. Amma mən belə deyək də, ağır kəsicini vurmadım. Çünki siz necə, bəzən olur uzun gecələr, yuxusuzluq, fiziki yorğunçuluq, həm qan itirmə, o da narkotik tərkibində müəyyən bir halsızlıq əmələ gətirə bilərdi deyə məndə. Mən iynəni vurmağa qoymadım, çünki məndə hər hansı bir halsızlıq olsa, digər bir təxliyə zamanı başqa bir şəxs də mənə qoşulmadı. Zaten onsuz da yaralarımız var idi, şəhidlərimiz var idi və say tərkibi olaraq biz az olduğumuza görə mən həmin o ağız kəsiciliyinə özümə vurmadım. Təbii ki, bundan sonra döyüş davam elədi. Döyüş əsnasında bizim Lerişdən olan qəhrəman mismanımız var, Səfərov Elvin. O da bizim snayper sinəməzdən idi. Yəni, dəfələrlə snayper yarışlarında xüsusi yüksək yerləri tutmuşdur. Yəni, o həmin döyüşlər əsnasında şəhid olmuşdur. Yəni, hər birimiz Elvinlə fəxr edirik. Deməli, o yüksəklik tam alınandan sonra bizim döyüş əsnasında yüksəklik götürüləndən sonra yuxarı komandanlığına bu barədə məlumat verildi və yuxarı komandanlıqdan əmr gəldikdən sonra, tam mövqeylənəndən sonra biz təxliyə olunduq. İlk olaraq məni Füzuli rayon xəstəxanasına gətirdilər. İç tibbi yardım göstərildikdən sonra Göyçay rayon mərkəzi xəstəxanasına getdim. Mən buradan Göyçay rayon xəstəxanasının bütün həkim kollektivinə öz təşəkkürümü göstərmək istəyirəm ki, həqiqətən yüksək səviyyədə həm mənə, həm orada olan bütün yaralılarımıza yüksək səviyyədə tibbi yardım göstərmişlər, qayğı göstərmişdilər. Deməli, bu yüksəklikdən sonra bizim hərbi dəniz qüvvələrinin döyüşçülərimiz istiqamət götürdülər Xocavənd rayon istiqamətinə. Mənim ən heyfsləndiyim şeylərdən biri də oldu ki, demək olar ki, sülh müqaviləsi noyabrın 10-da
bağlanmazdan 2 saat qabaq uşaqlar mənə zəng elədilər ki, bizdə Zalov Fəqan var, Füzuli rayonundan özü şəhidlikdən sonra, şəhid olandan sonra Vətən müharibəsi qəhrəmanı adına layiq olunmuşdur. Zalov Fəqan şəhid oldu. Yəni, bu günlərim hər bir onun ailə üzvü və onun bütün Azərbaycan xalqı Zalov Fəqanla fəxr edir. Belə deyək, mən yəni, söhbət əsnasında bizim ordumuzun, xüsusi təyinatlı qüvvələrin belə deyək, etdiyi tapşırıqlardan, icra etdiyi tapşırıqlardan danışdım. Düzdür, normalda əslində biz xüsusi təyinatlılar olaraq həm bizdə, həm dəniz qüvvələrinin xüsusi təyinatlıları, həm quru qoşulan xüsusi təyinatlıları olaraq biz əvvəllər məxfi olaraq saxlanırdıq, belə deyək də. Bizim haqqımızda o qədər də məlumatlar yox idi. Çünki bir xüsusi təyinatlının uğurundan bir məlumatı ancaq xüsusi təyinatlı bilə bilərdi. Yəni, belə deyək də, biz çox uğurlar əldə etmişik, döyüş tapşırıqlarını icra edirik. Yəni, biz bunu reklam xarakterli heç vaxt eləməmişik. Çünki biz icra etdiyimiz hər bir tapşırıq, hər bir etdiyimiz bir əməl vətən uğrunda, millət üçün, bayraq üçün, dövlətimiz üçün olub. Yəni, ona görə də, belə deyək, bəlkə də mənim indiki hazırki çıxışım olaraq, yəni, bütün bunların danışmağım belə, yəni, gələcək nəsillər üçün bir, sadəcə olaraq bir xatirə olsun deyə, yəni, bir çıxışdır. Yəni, çünki biz öyünmürük. Çünki bu bizim, belə deyək də, həm bir döyüşçü borcumuzu, həm bir hərbiçi kimi borcumuzu ki, vətənimizi müdafiə etmək, hər zaman onun müdafiəsinə qalxmaq. Təbii ki, mən bizim silahlı qüvvələrin 2-ci Qarabağ müharibəsindəki uğurundan danışdım. Təbii ki, bu zaman mən qeyd etməliyəm ki, bizim Azərbaycan xalqının rolunu mən xüsusilə qeyd etməliyəm. Çünki mən bunu bir neçə dəfələrlə demişəm. Əgər bir xalq, bir ordunun arxasında durursa, o ordu güclüdür. Bir çox, yəni, belə deyək də, dünyada inkişaf etmiş ordular var. Yəni, ola bilsin onun ekiprovkası, silahı, yəni, bəlkə bizdən yüksək səviyyədədir, amma yəni, bu Qarabağ müharibəsi göstərdi ki, 30 il ərzində belə deyək də, müdafiə olunan və bu cürə yüksək istehkam maneələr qurulan bir qüvvənin mi, ordunu mu deyim, biz 44 günə məhv elədiksə, bizim döyüş səviyyəsinin yüksəkliyindən xəbər verir. Bu da nə gəlir? Xalqdan aldığımız o vətənpərvərlik ruhundan gəlir. Adi mən sizə deyim ki, 27 sentyabrda biz gələndə o xalqın hər bir bizim indi çıxıb ora qədər getdiyimiz istiqamətdə hər bir rayondan, kənddən gedəndə əhalinin bizi, belə deyək də, görəndə bizi qarşılaması mı deyim, yola salması mı deyim, oradakı xalqın ruh yüksəkliyi bizə həqiqətən ilham verdi. Orada olduğumuz zaman düzdür, o qədər şərait olmurdu. Məsələn, biz sosial şəbəkələrə girək bu haqda, məsələn, baxaq, yəni neyniyət, çünki ancaq başımız döyüşlərə qarışmışdı. Amma eşidirdik ki, yəni, və xalqın canfəşanlıq göstərərək bizim orduya yardım edir. Təbii ki, bizim ordumuz, Müdafiə Nazirimiz, yəni maddi cəhətdən, həm güc cəhətdən, həm dövlətimiz, yəni ona ehtiyac yoxdur, hər bir şeylə bizi təmin edir. Amma mən onu da qeyd etmək istəyirəm ki, yəni hər bir Azərbaycan vətəndaşı hansı ki, canfəşanlıq göstərirdi, ora bir yardımlar göstərirdilər. Çünki bu adam düşünür ki, mən belə deyək, döyüşmürəm, amma öz dövlətimə, öz orduma bir göstərə biləcəyim bir yardım əlini göstərərək bizə yardımlar göndərdi. Onların bütün o Azərbaycan xalqına o cəhətdən öz təşəkkürümü bildirmək istəyirəm. Var olsunlar, sağ olsunlar ki, yəni bizi Azərbaycan ordusunu dəstəkləyirdilər. Bizim silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev gözəl bir sözü var. Dəmir yumruq. Yəni onu qeyd edim ki, bizim yəni o söz, yəni sözün arxasında böyük bir məna var. Dəmir yumruq deyəndə mən özüm
bir xüsusi təyinatlı qüvvələrin zabiti olaraq öz fikrimi, yəni o ifadəni mən belə başa düşürəm ki, dəmin yumruq dedikdə, yəni Cənab Ali Baş Komanda əlin yumruq olaraq sıxdıqda bu barmaqları bir xalq olaraq təsəvvür etsək, xalqın birliyi anlamına gətirir. Yəni o danışdıqda bəlkə də hamımız görmüşük, yəni ifadəsi, yəni belə bir jesti, yəni qol olaraq dövlət, yəni güc strukturu, dövlətin gücü anlamında götürsək, necə ki, mənə bir onun gözəl bir sözü var, xoşuma gəlir, yəni onların başını əzdik, yəni xalqın birliyi ilə və ordunun, dövlətin gücü sayəsində biz onların başını əzdik. Yəni bu elə-belə deyilən bir söz deyil. Bu qələbə sadəcə bir qələbə deyil, bu şanlı bir qızıl hərflərlə yazılmış bir tarixdir, şanlı qızıl hərflərlə yazılmış bir qələbədir. Mən həqiqətən də fəxr edirəm ki, bu tarixin yazılmasında iştirak etmişəm. Düzdür, belə deyək də, təbii ki, hamı döyüşə atıla bilməzdi, hamı döyüşə bilməzdi. İndi belə bu tarixi yaşayanlar oldu, görənlər oldu və bu tarixi yazanlar oldu. Mən çox fəxr edirəm ki, yəni bu tarixi yazanlardanam. Mən fəxr edirəm ki, bu günlərim, yəni Azərbaycan Respublikasında yaşayıram. Mən bu günlər fəxr edirəm ki, mən Azərbaycanlıyam və Azərbaycan ordusunun zabitiyəm və fəxr hissi ilə və güvən bir hissi ilə deyə bilərəm ki, yəni təbii ki, bunu bizim Cənab Ali Baş Komandanımız bilir. Bir xüsusi təyinatlı qüvvələrin zabiti olaraq da bunu vurğulamaq istəyirəm. Azərbaycan ordusu, Azərbaycan xüsusi təyinatlıları, Azərbaycan xalqı daima Cənab Ali Baş Komandanın arxasındadır. Hər bir zaman biz ondan əmr gözləyirik. Azərbaycanlı xalqın üzərindən sülh, əmin-amanlıq əski olmasın. Cənab Ali Baş Komandanın bir dənə də gözəl deyimi var. Qarabağ Azərbaycandır. Biz əlbəttə ki, təsdiqləyirik bu cümləni. Qarabağ Azərbaycan olub, Qarabağ Azərbaycandır və daima Qarabağ Azərbaycan olaraq qalacaqdır.